Bugün harda olacağım? Ordubad rayonunun ərazisində. Lazer ovçusuyla gezek görek bu dünyanı. Dal bal dere. Gəl buraları piyada gəzək. Adımları atlı sanlı unutulmaz o dadlar. Rafət, bugün bayramdasan Rafət. Gezek görek bu Bir də bir sirri deyim ki, bugün sirlər günüdür. dünyaları. Tarihi adımları atlı sanlı unutulmaz o Təmiz dadlar. ballar, saxta balı necə seçmək olar? Lezzet Gəl nəhayət sözə mən gedim də. tarihi Bu dağların bir maşını var ki, o da bax elə budur. adları. Gezek görek bir abiler. Lezzet ovçusu iziyle. Lezzet ovçusu ile gezek görek. Hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Bugün gəzək görək. Ləzzət ovçusu harda olacaqdır? Gəzməli, görməli yerlər nə varsa sizinlə bölüşəcəm. Bugün harda olacağım? Ordubad rayonunun ərazisində. Əlbəttə bu gördüyünüz çayla qazın səsi gəlir, qaz. Bu Gilan çayıdır. Gilan çayı öz mənbəyini Kiçik Sıra Qafqaz dağlarından alır. Ən çox da Saqqar su deyilən bir çaydan alır ki, bu da Göy-gölə birləşir. Məsələ bugün səfərimiz Nürgük kəndinə tərəfdir. Ən sonuncu kənd Nürgük kəndidir. O kəndə doğru yolumuza davam edirik. Nə görsək, gəzdiyimiz, gördüyümüz nə varsa sizinlə bölüşəcək. Və bu arada qeyd edim, Nürgük kəndində bizi qonaq dəvət ediblər, dəyərli bir müəllim, onlara gedəcəyik. İndi isə yolumuza davam edək. Hal-hazırda yolumuza davam edirik. Məlumat üçün bildirim, Ordubad rayonu həm rayon olaraq, həm şəhər olaraq çox qonaqpərvər olur. Həm də Ordubad rayonu elə bir coğrafi mövqedə yerləşir ki, bir tərəfi Kiçik Qafqaz dağları və bol sulu çaylar mövcuddur və eyni zamanda bulaqlar da boldur. Və eyni zamanda da münbit torpaqlar var ki, elə çox məhsullar, meyvələr və tərəvəzlər elə bu bölgələrdə yetişir. Hal-hazırda yolumuz, biraz əvvəl qeyd elədim, üzü Nürgütə doğrudur. Bugün bu rayon ərazisində olmağa çalışacağıq. Yolda diqqətimi çəkən bir məqam oldu. İstədim ki, bu məqamları sizinlə bölüşüm. Nədir? Bax, bu gördüyünüz bu qayalar vulkanik daşlardır. Daha doğrusu dağların hər biri vulkanikdir. Vulkan olarkən bu torpaqlar əriyir və daşlarla birləşir. Hətta bunu belə yaxından göstərmə imkanımız var. Rafat, gəl yaxına. Görürsənmi bunu? Görürsən, bu diqqət edirsən bu bir-bir. Və düşün ki, bu böyüklərdir. Yer gəlmişkən bura Biləv kəndidir. Qarşıda isə su elektrik stansiyası var. Su mənbəyini oradan alır Gilan çayı. Və bu gördüyünüz qayanın o daşları bir-bir elə bil ki, beton tökülmüş, halbuki torpaq əriyib, elə bir temperaturda əriyib ki, həqiqətən də bu gördüyümüz yüksək dağlar vulkandan yaranmış bir dağlardır. İndi isə yolumuza davam edirik. Hal-hazırda yolumuz üzü bax o qarlı dağlara tərəfdir. Yol boyunca çox gözəl mənzərələrə şahid oluruq və istəyirəm ki, bəzən bu şahidliyi elə sizinlə bərabər ortaq bölüşük. Qarşıda gördüyünüz kənd Biləv kəndidir. Bu Biləv kəndi elə bir reliefdə yerləşib ki, Gilan çayının sahilində, ətrafında və yuxarıdan başqa bir çay da gəlir. Ölkəmizin hər bir bölgəsinin fərqli gözəlliklər vardır. Mən də bacardığım qədər gəzib, görüb bunları sizə
ekran qarşısına gətirməyə çalışıram. Bu yol üstə keçən olanda mütləq TV bis yolu var ki, burada onun qarşısında bir dənə narzan suyu var, qazlı su çıxır. Mən elə məhz bu sudan içəcəm. Mütləq bu yolu keçərkən siz də bu gözəl sudan için. Bax, mən uşaq idim. Bu su var idi. Bura gəlib gedəndə o vaxt içirdik. Əlhəmdülillah, deməli, dostlar, bildiyin qazlı sudur, qazlı. Mütləq yolunuz bura düşəndə belə müalicəvi sulardan istifadə də edin. Redaktorumuz da içsin, yolumuza davam edək. Bizdə çatmamış TV kəndinin altında Gilan çayın kənarında elə məhz arı yeşiklər gördük, arıçı var. Əgər icazə versə, arı haqqında məlumat alıb çəkiliş edəcəyik. İndi isə siz burada durun, kənardan səsim gəlir. Rafət, mən gedirəm. Yaxşı, görə icazə verəcəyim. Rafət, bura İlanlar dərəsinin lənəti deyilir, lənəti. Ay, salam aleyküm. Necəsiz? Aa, nə var, nə yox? Keyfiniz necədir? Vəziyyətsiz? Əlahiddən idi siz? Yox, mən TV-dən. Ha, TV-dən. Arıların necədir? Şükür. Bu il bərəkətli ildir deyirlər. Şükür Allaha. Geçən il elə olub ki, bu ilə şükür edirlər. Bura arılandı, baxa bilərik. Bu ağac deyil. Mən də arı saxlayıram artıq, bir yeşik almışam bu il. Amma o qədər sakit arıdılar. Bir şey ki, əlcəksiz belə götürürəm, təmizləyirəm və tanış eləyək bu arada. Adım Hamiddir, TV-liyəm. Bu dağlarda indi birazdan sonra qalxıb gedəcəm. Allah qoysa Saqqar suyuna. Hə, Saqqar suya. Hə, Saqqar suya. Gedəcəm orada da Bu şükür il arılar necədir? Çox şükür Allaha, pis deyil. Arılara bax, amma mən qəndinə çay içəmirəm. Konfet də var, şirniyyat da var, Sonra, hər şey. sonra dalı gəl. Bal da ola bilər. Bal da var, Problem bal da, yox. nəhayət bal da var. Problem yox, problem Bir yox. çay içək, həm söhbət olar. Baxaq mı arılarımıza? Ay, gör, Bu il gəlin. bircə baxaq, gəl. Gəl. Bu il bərəkətli olduğuna görə arılar beçə daha çox verirlər. Bismillah, açaq görək, bismillah. Bal işləyir. Hə, bal işləyir. Bunlar da analar. Təzə qoymusunuz anaları. Bu anaları qoymuşam ki, Beçə artırırsan, yeşik. Hangisinin anası olmasa, Bunları ana bu anaları birim verəcəm bunlara. Ha, maşallah, yox, yaxşıdır, şükür Allah. Şükür Allaha. Bax, bir dənə bunu belə saxla. Bax. Yox, sakit arıdılar, şükür Allah. Sakit Hə, arı. artıq bax, bal qoxusu gəlir içərdə. Bu bal vurur belə. Hə. Bunun anası hanı? Bunun anası Anası o bir altdakıdır. Altdakı yerdədir. Maşallah, maşallah. Allah bərəkət versin. Allah köməyiniz olsun. Bu arada TV kəndinin bütün sakinlərini salamlayıram. TV'nin narzan suyu dillərə dastandır, balı həmçini. Allah Müslüm müəllimə, ana qız nəniyə rəhmət eləsin. Çox gözəl insan idilər, çox. Yəni mən deyərdim ki, onlar bir bərəkət idilər. O qədər gözəl insan idilər. Hə, o olmaz. Mənə dəyməzlər. Mənə arılar yekə danışıram, arı vuracaq sonra. Yox, qabağında durmuyor. Arı haqqında nə deyə bilərsən belə fikir olaraq? Arı haqqında nə deyə bilərəm ki, arıçı arı haqqında əgər il təbiət gələrsə, Aha. təbiət gələrsə arıçı üçün ən əlverişlidir. Sizdə arı ölümü keçən il oldu mu? Oldu.
Çox adam da oldu. Çox adam da oldu. Bəs Mən nə kimdə- deyirlər? Deyirlər İrandan arı cinsi gəldi, onların üzərində qurdlar gəldi, xəstəlik gəldi. Bəlkə də ola bilər, heç nə deyə bilmərəm Və vallahi. ya qıtlıqdan mı oldu? Keçən il əslində mən elə təbiətin yanı iki yerində bir Buranaya, bir də Saqqar suyu. Saqqar suyu, Ha, bəli. aparam ora. O avtobusu olan yer. Ha, avtobus olan yerə. Aha. Demək olar ki, təbiət belədir də, yaxşı olursa təbiət, arı qırğın vermir yuxarıda. Çünki Ha. arı yer dəyişir. Bəli, bəli. Yer dəyişir, özü də buradan gedir sərinə. Gedək çayımız soymasın. Bir çayımızı içək. Problem yox. Satan varmı beçə? Beçə, Ha. biz aşağılarda satırlar. Yuxarılarda satmır. Yuxarılarda yox, yuxarılarda elə oldu ki, yuxarılarda da arı qırıldı. İndi elə gedib Amma aşağıdan, artırır. ha, gedib aşağıdan alıb Amma gətirir. belə 80 manat, 70 manat, 100 manata qədər. 100 manata Ha, gəlir. ha. Mən təzə almışam arı, bir Ha, yeşik ha. aldım. 12 ramkalı full dolu. Ha. Artırıb 3 yeşik elədim onu. Ha, beçə verdi yoxsa böldün? Yox, böldüm. 12 idi, 4-4 böldüm. Əslində- 2 dənə ana aldım, qoydum. Başqa sortanı almısınız. Hə, da. arı ki, vurmayasın. Karniol yoxsa Bəli, boskar? karniol. Demək olar ki, yox, mənimki ancaq yerli cinsdir. Yerli çox əsəbi arı olur. Biraz qırandırdı, arının içində. İndi cücəni paizdə sayarlar. Gedək, gəl. Gedək. Allah bərəkət versin, beçə verir. İndi sən də görə, indi bal deyəsən yoxdur, qəndinə çay iç. Bəs sonra TV cəmaatı baxıb nə deyər? Baxıb nə deyəcək ki, daha bir dəqiqə bir də baxın, mən deyəcəm, şimdi gəl. Ye. Bal sezonunun yanı. Yoxdursa məndə maşında var. Məndə Ordubaddan bal veriblər, verə bilərəm sənin üçün. İndi qıymır ya adam dəysin. Deyirsən, arı. Görsən qurtdur bütün. Hə, o qurd duyublar. Bunlara dəymək bilirsən də, ən azından günah. Bəli. Belə görəm günahdır deyib heç bir bal. Mən maşındakı balı gətirəcəm. Gətirirəm, sonra Ordubad cəmaatı, TV cəmaatı deyəcək ki, nətər oldu yəni. Dəyməyə lazım deyil, heç nə istəmirik. Gedək qəndinə çayımızı içək. Həm də əslində sənin söhbətin mənə maraqlı olacaq. Gedək. Bu da beçə verir, belə çoxdur burada deyəsən. Dəyməyə, ürəyim gəlmir mən. Dəymə, gedək. Açığı, özü nə qədər istədi ki, oradan şan çıxarsın, bal çay içməyə. Mən icazə vermədim, istəmədim və belə israrla istəmədim. Çünki arılar baxdım ki, qurd qoyur və ona görə də bal istəmədim. Dedim ki, belə çay içib həm söhbət olaq və bu arada mən çağırdım ki, ay kişi gəl, gəl. Bax. Arıya bax, beçə verib. Bax, görsən. Görsənə bilirmi beçə? İndi birazdan bu qayalıqdan beçəni tutacaq. Gəl yaxına, gəl. Buranla gəlin. Gəl, bax. Aşağıda bax, çayı görürsünüz. Bildiyim qədər bu son illərdə ayıların arılara hücum etməsi. Müdafiə olunması üçün gördüyüm qədər simteli çəkirsiniz. Bəli. Ayı gəlib ona toxunanda gəlmirmi yaxına? Yox. Necə olur? Yox, bu elektroşok verir. Ay o risk elib içəri girəm. Ha. Bütün heyvanlar olsun elə. Sizdə indiyəcən ayı arıya hücum edir. Eləyir. Nə qədər yeyib? Demək olar dağdaydım, Saqqar suyunda, orada hücum eləyib. 4 pətəylə, arı pətəyi dördün. Dördün dağıtmışdı. Elə bil ki, o yemişdi Saqqar suyuna tərəf. Onun arxasınca mən getdim. Bir yaxından belə görmüşəm ki, ayı məsələn durub gecə, qaranlıq olur. Və bateriyanı salmışam. Getmişəm, baxmışam ki, yoxdur. Ancaq o risk eləmişəm də, bildinmi? Bəli. Əgər onun üstünə getməyəsən, o vəhşi heyvandır, adamı vura da bilər. Ha. Belə Arılarından yeyibmi? arılarımın 4 dənə arı pətəyini dağıdıb. Dördü. Yeyib dağılıb. Ha, dağıdıb. Onun arxasında da getmişəm, görmüşəm ki, o yeni tilləh meşəsi var. Hə də bilirəm. O Bəhmədə Göydağın Ha, altında. Göydağın altında. Aha. Yeni bura. Bu storam da qayıdıb çıxıb gəlmişəm. İndi
canlıların Bundan hamısı- əvvəl bəzi beçələr girdi qayalarda özünə bal eləyirdi da. Hətta Göydağda ballı qaya var idi bir dənə. İndi beçənin üstünə elə bir GPS qoyublar. Hara uçur arıcı gəlir, tutur gətirir. Qoymur ki, qoy çöldə də biri olsun. Əslində bu dəqiqədə var. Eləmi? Ha, bu dəqiqədə var. Görəsən hardadır? Daşlarda var, kavuşlarında var, cəviz Kötüklərində var. kötüklərində var. Bunların hamısında bu dəqiqə geçsən tapa bilərsən. Təmiz balla saxta balı necə seçmək olar? Təmiz balla saxta balı onu arıçı bilər. Vicdan olmalıdır Hə, mən mütləq. düşünürəm. Bir Ya da arıçı ki, bilir. gözəl laboratoriya aparmaq lazımdır. Laboratoriya əslində arı belə bir şeydir. Demək olar ki, arının arıçıdan başqa heç kim deyə bilməz ki, mənim balım təmiz. Yox, laboratoriya deyil. Bu il bal neçə olacaq? Təxmin edirsinizmi? Bu il elə bal neçə idisə o qiymətə 30-35 manat. Hadi 30-35 manat. Biz səndən sağollaşırıq. Sağ olun, Yaxşı həm söhbət olduq, amma yox sən de də mən deməyim. Deyirsən ki, bir şanla çay borclandım. Mənim gözüm. Yox sən Dağa de də gəl. cəmaət eşidir. Dağa Deyir- gələndə, dağa. İnşallah. Çaqqar suyuna. Ora gələndə oranın təbiəti daha gözəl. Zəngindir, bəli. Zəngindir. Yəni orada hər bir şey eləmək olur. Orada bal yetişir. Hı. İndi məsəl üçün süzülən ballar sudur. Bəli, bəli. Bal demək olar ki, o qədər pişməlidir ki, dağda pişir o bal. Sentyabr ayını çıxardırsan ya avqustun axırı çıxarsan. İnşallah bal ölməsək pişir. qalsan. Bal bal. Gəl nəhayət sözə mən gedim də. Nə desən onu eləyək. Deməlisən ki, ay kişi, Hə. bir dənə çayla bal mənim Sizə boşdu qaldım. demədi də 3 dəfə soruş. Vallah demədi. Nəhayət ki, Nürgüt kəndinin ərazisinə çatdıq. İnanın, fərqli çiçəklər, ətirlər. Bir də bax, dağa baxın, meşə örtüyünə diqqət edirsinizmi? İndi bu arada burada hər növ çiçək vardır. Böyük çay oradan axır və eyni zamanda da burada bir çay var. Kuş kuyruğu da gördüm. Kuş kuyruğu bitkisi. Bak budur. Görüm operatora heç nə olmasa sonra özüm yiyəcəm. Təbiətin elə bir gözəlliyi, elə bir mənzərəsi var ki, inanın ki, bunu bir çərçivəyə və ya bir ekrana sığdırmaq belə olmur. Ona görə Azərbaycanımızın hər bir bölgəsi gözəldir. Bu xüsusilə vurğulayıram. Amma bunu da qeyd etmək istəyirəm ki, Naxçıvanımızın dağlıq, qayalıq, coğrafi bir mövqeyi var ki, buralara da gələndə insan özündə bir rahatlıq hiss edir. Gördüyünüz kimi aşağıda böyük bir çay axır, Gilan çayı və Saqqar su dediyimiz bölgədən alır mənbəyini. Digər isə bax bu bölgədə vardır. Çox gözəl. Yolumuza davam edək. İnşallah ki, bizi də Hüseyn müəllim gözləyir Nürgüt kəndində. Biraz əvvəl zəng etdi ki, bəs harada qaldınız, gəlmədiniz. Biz də gəlirik, yolumuz biraz uzundur, istəyirik hər bir gözəllikdən az da olsa çəkib sizə göstərək.
Uzun yol gəldikdən sonra nəhayət ki, Nürgüt kəndinə gəldik. Nürgüt kəndin bir neçə deyini vardır. Yəni, Nuhun kəndi deməkdir. Nuh Peyğəmbərin o vaxt, yəni ilk düşərgə etdiyi kəndlərdən biri. Yəni, ilk gəminin qəzasından sonra olduğu kəndlərdən biridir. Bunu elə məşq edəcəyimiz Hüseyn müəllimlə müzakirə edərik. Nürgüt kəndini çox sevirəm. İnan, mənimlə olsa, Rafət yorulmasa, deyərəm ki, gəl buraları piyada gəzək. Gəzək, hər yeri görək necədir. Çiçəkləri bol. Mənim ən sevdiyim çiçəklərdən biri də o yuxarıda olan var, qırmızı. O. Yuxarıda yer gəlmişkən yemişan çiçəyi görürük. Yemişan çiçəyi iltihabı üçün, bağırsaq üçün çox faydalıdır. Yolumuza davam etmək istəyirik. Elə avtomobilimizi çağıraq gəlsin, minim yolumuza davam edək, getdik. Beləliklə, biz Nürgüt kəndinin sakini olan